Salam, xoş gördük. Əziz, dəyərli, hörmətli izləyicilərimiz, əziz şəhid anaları və ataları, dəyərli möhtərəm şəhid ailələri, hörmətli qazi qardaşlarım. Mən Ümumi Lider, Ulu Öndər, Heydar Əliyev TV kanalının təsisçisi Vəlizadə Əli Qayımoğlu yenə də sizin qarşınızda. Bugün də 21-2-ci ay 2026-cı il. Yenə də yolumuzu saldıq Ağdam Şəhidlər Xiyabanına. Bugün də sizə Ağdam rayon Şəhidlər Xiyabanında şəhid qardaşlarımız haqqında danışmağı, ziyarət etməyi özümə borc bildim. Şəhidlərimiz haqqında nə qədər danışsaq da buna vaxt çatmaz. Çünki şəhid bir zirvədir. Şəhid bir məktəb. Oxuduqca doymayan bir kitab. Gül qoxuyan, əvəz olmayan bir ətirdir. Cənnətə gözəllik qatan bir cənnət mələyidir. Allahın 99 gözəl ismindən biri əl şəhiddir. Şəhid tək ata-ananın, bacı qardaşın şəhidi deyil. Şəhid bütöv Azərbaycan xalqının şəhididir. Bu müqəddəs məkanda Ağdam rayon Şəhidlər Xiyabanında dayanarkən sözlər boğazımızda düyünlənir. Qəlbimiz sükuta bürünür. Burada hər daş bir taledir. Hər məzar bir ömürdür. Hər ad isə yarımçıq qalan arzuların sükutla danışan səsidir. Bu torpaq adi bir torpaq deyil. Bu torpaq şəhid qanı ilə yoğrulmuş vətən torpağıdır. Şəhidlər yaşamaqdan vaz keçmədilər. Yaşatmaq üçün canlarından keçdilər. Ana qucağını, ata duasını, yar gözlərini, övlad gülüşünü arxada qoyub vətən çağırışına getdilər. Hər məzar önündə dayanarkən bir ananın ahını hiss edirik. Bir atanın səssiz fəryadını eşidirik. Bir bacının yarım qalan arzunu görürük. Şəhid qardaşlarımızın kimisinin toy arzusu, kimisinin ata olmaq niyyəti, kimisinin yarım qalan evi, kimisinin də evlad oxutmaq arzuları yarım qaldı. Mən özüm bir şəhid ailəsi kimi ürəyimdən, qəlbimdən gələn bir səsi, həqiqəti də vurğulamaq istəyirəm ki, şəhid ailələrinin, qazilərin, kimsəsizlərin yanında olan, gördüyü xeyirxah işləri ilə insanların qəlbinə yol tapan dövlət qayğısı bu gün də davam edir. Başda əzizimiz cənab generalımız, vilayət heyvazı olmaqla Ağdam rayon polis şöbəsinin rəisi əzizimiz cənab Pərviz İsmailov şəhid ailələrinin, qazilərə, kimsəsizlərə daim diqqət və qayğı göstərir. Cənab Pərviz İsmailov tək şəhid ailələrinin yox, həm də Ağdam əhalisinin sevgisini qazanır. Şəhid ailələri bunu da bilməlidir ki, onların dərdi təkcə öz dərdi deyil, bütöv Azərbaycan xalqının dərdidir. Əzizim Pərviz İsmailov hər zaman şəhid ailələrinin problemini dinləyir. Sevincinə sevinc, dərdinə ortaq olan rəhbər kimi tanınır. Əzizimiz Pərviz müəllim hər zaman öz rəhbərliyi ilə birgə hər zaman şəhid evlatlarının xeyir işlərində, şəhid tədbirlərində, hər bayram günü kimsəsizlərin yanında olan bir rəhbərdir. Bu da şəhidlərimizin ruhuna göstərilən ehtiramın bariz nümunəsidir. Şəhidlərimiz cismən bizlərdən ayrılsa da, ruhları daim bütöv Azərbaycan xalqının neçə əsrlər keçsə də, gələcək nəsillərin belə ürəyində, qəlbində yaşayacaq. O zaman 1-ci Qarabağ müharibəsində tökülən qanlar, göz yaşları, Xocalı şəhid olan analarımız, bacılarımız, günahsız körpələrimiz qanı yerdə qalmadı. 20-ci əsrin ən böyük faciəsi Xocalı soyqırımı, körpələr, qocalar amansızcasına qətlə yetirildi. O zaman düşmən bilmədi ki, bir zaman gələcək şəhidlərimizin qisası alınacaq. Allah cəmi şəhidlərimizə rəhmət etsin. 30 il həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Bayrağımız yenidən Qarabağ torpaqlarında dalğalandı. Qürurumuz qaytarıldı. Çünki 1993-cü ilin oktyabrın 3-də keçirilən səs verilmədə Ümumi Lider, Ulu Öndər, Heydar Əliyev kimi şəxsiyyət, sərkərdəmiz, başçımız Azərbaycana gəldi. Heydar Əliyevin gəlişi ilə günəşli Azərbaycanımız yavaş-yavaş inkişaf etdi. Öz yerini tutdu. İgid qəhrəman qardaşlarımız yetişdirildi. Allah böyük şəxsiyyət, Ümumi Lider, Ulu Öndər
Heydar Əliyevə qəni-qəni rəhmət etsin. Ruhu qarşısında baş əyirəm. Allah ulu öndərimiz, Heydar Əliyevin davamçısı, əvəz olunmaz Ali Baş Komandan, dəyərli cənab prezidentim İlham Əliyevi qorusun. Cənab prezidentimizin ailəsini qorusun. Biz Azərbaycan xalqının üzərindən əksik etməsin. Cənab prezidentimizin dəmir yumruğu siyasəti sayəsində, şəhid qardaşlarımızın qanı bahasına, qazilərimizin sağlam canlarının itirilməsinin sayəsində, veteran, vətən keşiyində, soyuqda, qarda xidmət edən ordumuzun sayəsində 30 il həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Şəhid analarımıza səbir diləyirəm. Uca Allahdan qazi, veteran, vətən keşiyində, soyuqda, qarda xidmət edən ordumuza uzun ömür, can sağlığı arzulayıram.